Hoş gördük, hoş gördük. Getdiniz 5 aydın gəldiniz, xumarlandınız gəldiniz. Fikirləşmədiniz ki, bizim bu starışlarımız nə yer, nə içir. Mən 5 aydır faizin, sələmin, kreditin içində ölləmi. Niyə bir demədiniz ki, bizim bu starışlarımız harada cırdırır, harada ölüb? Niyə biriniz mazən gələmədiniz bala? Mən banka girmişəm, ölürəm mən kreditin içində. Starşına inşallah tezlə kreditinizi bağlayarsınız. Kredit götürməmişəm, anisiya dəftəri, cındır 06-dan banka girmişəm, banka. Starşan, ürəyinizi sıxmayın. Allah bir tərəfdən qapını bağlayanda o bir tərəfdən açır. Düz deyirsən, qərifli, 06-dan banka girəndə 06-mın qavaq qapısı açılmadı, dal qapısı açılır, dal qapıdan düşdüm. Nə gülürsən, klonam mən burada, təlxəyəmsə. Ay, gövşə. Də gözünüz adam balası kimi aparın. Qamandır gəldi. Böyle Fərağat. Azad, Starşan, azad. Neyinir mənim canavarlarım? Eşət qamandır, uşaqlarla mədəni söhbət eləyirdim, tərbiyə verirdim. Yaxşı eləyir. Bildiyiniz kimi məni kapitan rütbəsi ilə təltif elədilər. Allah'ım böyükülündən. Sağ ol, sağ ol. Bölüyə bir dənə leytenant rütbəli şəxs lazım ki, bölüyün tərbiyəvi işlərcə söhbət aparsın, xidmətə nəzarət eləsin. Qərarsız qalmışam, Nemes Abdullayev yoxsa sən? Qamandır, o gün olsun sən bu içərdən general kimi bura girərsən. Mən həmişə demişəm, mən sənin yüzünə baxanda özümə nasıl olur, elə bir rəhmətli atam gəlir. Bildim, Starşan. Allah sağ ömür versin. Mən pis olmamışam. Özün bilirsən ki, burada məndən yaxşı sağ olan olmuyor. Onu yaxşı bildim. Bildim, Starşan, ağzıma girmaralı dur. Günün sonunda mən qərarımı verəcəm ki, yəni ola bilsin ki, ya Nemesi seçdim, ya səni seçdim. Aparırsan bölüyü ərazini təmizləməyə. Eşidirsən, tərtəmiz edirsən ərazini, sonra gəlib mənə məruz edirsən. Düzülün görüm bir zərgə. Apar. Getdik. Dalımca gəlin. Bölükdə ki... Sən kimsən, Komandir mənəm, Dadaşzadə, tanımadınız məni? Valla sən təxris olmamışdın. Yox, komandir, diplom gəlmədi mənim. Sonun gəlmədi? Yox. Dön cəhənnəm ol bölün yanına. Özün bilirsən ki, səndən zəhləm gedir. Gözüm səni görməsin. Oldu, komandir. Bir dəqiqə daha bu Dadaşzadənin 18 yaşı var. Bu hava universiteti oxudu ki, bunun diplomu da gəlmədi. Eyb yox Dadaşzadə, sənin diplomun gəlmədi, amma bir həftə dizbat əmrin gələcək bu yaxından, narahat olma. Bölüyə bir dənə leytenant rütbəli şəxs lazım ki, bölüyün tərbiyəvi işlərcə söhbət aparsın, xidmətə nəzarət edin. Leytenant mən. Bu hərbi hissədə ən savadlı adam mənəm. Sizsiz cənab gizir, sizsiz. Bu hərbi hissədə ən hörmətli adam mənəm. Sizsiz, cənab gizir, sizsiz. Bu hərbi hissədə ən şusturak adam mənəm. Sizsiz cənab gizir, sizsiz. Bir dəqiqə bağışlayın. Alo. Kimə deyirsən Akaz yol mənəm? Sizsiz cənab gizir, sizsiz. Bir gözünüzü qastırmayın, mənə baxım görüm. Kimə deyirsiniz? Kiməm mən? Allah məni öldür. Cənab gizir, mən nariyyətdə olanda niyə komandacı sözgəli varırdınız? Niyə? Mən sizin sıxışonlarınızdan nəfəs alırdım, cənab gizir. Poeziya axşamını açmayın burada. Dur, sürükün buradan. Gedin sklatda mallar qalıb, gedin daşı da sürük buradan. Gör qaqanı tə vurdu. Dəymədi, belə atılır. Nə arıyorsunuz burada? Siz selsiniz, dəlisiniz, uşaqsınız. Camaat kosmosa raket göndərir. Siz buradan bura füturket daş atırsınız. Sizin boynunuz yerə soğun. Bax onu vurmağa nə var ki? Bax, daş götürdüm bunu bax. Diqqətlə bax. Bax, attın dəyi bax. Gəlmədi axı. Dəymədi. Bax, nə var ki burada? Bax, götürdün. Diqqətlə qulaq as. Bax, götürdün. Sənin içinə zibillə. Dəydi bax. Bax. Sola kay bax. Sola kay bax. Bax, təbiləm hocam. Canımın boğazıma yığmırsan, xıhtaya yığmırsan. Abdullayev, nə olub? Nə səs Ayda qamandır da bu məni bezdirivi. Ya bunu buradan qavala, ya da mən cırdırım çıxım gedim buradan. Da belə şey olmaz axı. Nə arif ki? Bax bu gördüyün əksər var ha. Bunu göndərmişəm təmizlik işi görməyə. Baxıram ki, daşları yığıb üstünə tayalayıb bir belə. Eyfel qülləsi boyda. Ta çöldə bir dənə qrabil qoymayıb. MBM-in həyətində şirin oğlu. Bir dənə xırda daş qalmayıb. Şebel, mebel yığıb tayalayıb. Orucov, başına dönüm, daş karyeri açırsan çalsın içində. Sən ümumiyyətlə bu axır vaxtlar çox çəkmək edirsən. Denən niyə? Keçən dəfə də starşına sigareti təkib, soğun tullayıb çalsın yanındakı yanacaq səni yoxdur onun yanına. Sən bax Allah. Bəxtimiz onunla gətirdi ki,
səndə benzin olmadı. Tikəmiz baba elə qulağımız boyda olacaqdı. Hərəkətinə fikir ver. Bir dəqiqə daha ne? O hadisə ayın əvvəli baş vermişdi, düzdür? Ayın əvvəli də sənin içi benzinlə, yanacaqla dolu olmalıydı. Bu yanacaq hara yoxa çıxmışdı. Komandir, hər işdə bir xeyir var. İndi bəlkə bu Nemes benzini satır. Sənin dünyadan xəbərin yoxdur. Nəysə, mən bu məsələnin axırına gedib çıxacağam. Apar Orucovu, o daşları hamısını bir-bir təmizlətdir, ərazi təmiz olur. Yaşlan, komandir. Sən balayıncanı o leytenant rütbəsini mənə verəsənmi? Baxacam, günün sonunda demişəm, qərar Sən verəcəm. uşaqların canı. Stajına qərar verəcəm. Apar ərazini təmiz. Mənə bax, burada mən elə həyətdə burada mağazin tikdirəm, bir öyrət qazınmışam. Apar o daşların hamısını döp bir öyrəyə, gəl. Nemes, bərəl görüm. Nədə? Leytenant işini alırsan məndən. 2-3 günə bu oğlanın çinin dulduz gələcək bu hərbisiyə. Sən də tula kimi qabağımda nə deyirəm eləyəsən. Sən kimsən hə? Mən olan yerdə leytenant olasan. Sağ bir meyxana qoşmuşam. Ah. Özüm leytenant olacam qırağa dur. 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 Neymətovun əcəb tikdim torbasın. Çıxartdılar əynindən formasın. Nemesin ağzı nədir ayağa durmasın. Mən gələndə cənab gizir qırağa dur. Mən gələndə cənab gizir qırağa dur. Özüm leytenant olacam qırağa dur. Özüm leytenant olacam qırağa dur. Özüm leytenant olacam qırağa dur. Ayın starşına kayıfda əylənirsən. Güzür kəsəndən bərpiylənirsən. Havan çatmır verib eylənirsən. Burnumuzun dirək qofdu qırağa dur. Özüm leytenant olacam qırağa dur. Özüm leytenant olacam qırağa dur. Sən ha gizir hamını salırsan tora. Sanki yatmaq üçün gəlirsən bura. Leytenant rütbəsini alandan sonra oturmağına mən qoyacam qadağa dur. Oturmağına mən qoyacam qadağa dur. Oturmağına mən qoyacam qadağa dur. Özüm leytenant olacam qırağa dur. Özüm leytenant olacam qırağa dur. Özüm leytenant olacam qırağa dur. Eyləbisən hər bir işimiz gizir. Vaxtına az qalıb otursa gizir. Komandirin suqqası sana gizir. Çox özünü öyrətmə isti qucağa dur. Özüm leytenant olacam qırağa dur. Özüm leytenant olacam qırağa dur. Bax. Həftəm abi, nə var, nə yox, nə Sağ ol tərsən? qaqa, səndən nə var? Şükür Allah, mən də yaxşıyam. Mənə bax, bu yeməkxananın əskərləri görəm ki, şellənir. Yüngül var hə. Hə. Bu ora nətər keçmiyorlar, bilmirsən? Ora qaqa, giziri görsən ağacın dibində telefonla danış. Hə, Ay sağ ol, o işə baxır. Get yaxınlaş maraqlan. yaxşı, Telefonla danışsın, qutarsın, sonra get də. İndi belə getmə. yaxşı. Osman! Yox, şu qodan ol. Salam. Bir dəqiqə daha. Salam boşuna. Evdə işdə vəziyyət nətər? İnşallah yaxşıdır. Papacı. Hə, hamısı yaxşıdır Ha, inşallah. düzdür ha, qoduq. Başın qaçı və gizirlə danışığına zadına baxın. Hərbi salam vermə örgətməyibsə o bandit Abdullayev. Hə? Üzr istəyirəm cənab gizir. Bu dedilər ki, yeməkxananın əskəri olmaq üçün bu sizə müraciət eləmək lazımdır. Nətər eləyək onu? Hə, bala bax orada biraz qəliz məsələlər var. Soruş gör niyə? Niyə? Bunun öz şərtləri var. Hı. Hə, şərti deyim sənə, nədir bil. Deyim. Bu Abdullayev var ya, Abdullayev. Hə. Bu mənim bu yanıqlı olduğum Abdullayev. Aha. Bunun bir zəif nöqtəsini desəm, bəlkə də fikirləşərik, nə bilim. Olar. Tapdım. Nə tapdın hə? Gəl. Bu Abdullayev bu yanında ata seygaha qoşanda elə ağlayır, elə zır-zır ağlayır. Valla. Eləmi? Allaha Özünü gənə yaxın hiss elədin dəsin, aralı dur. ha. Dəq söhbətdir. Düz. Onu mən yoxlayıb, bir qənaətə gəlib, sənə xəbər verəcəm, yer sür-sürüyə. Baş. Nemes bu mahnını rəggələymiş. Ay, bu qason xalq açdı oxur. Nəli var bunu? Nemes bu mahnını söndür. Vay, oxumağa bax, ey. Nemes şair ot koyacağım öğrenler misin çorak? Hareketin bir şey var dede. Ben sağ evlat olmadı. Vay, oxumağa bax, ey, oxumağa.
Deməli belə. Mən çox fikirləşdim. Starşina ilə Nemes rəsulunun arasında qaldım ki, hansını leytenant seçim. Və belə qərara gəldim ki, bunların hər birinin ayrı-ayrılıqda nöqsanı var. Bunlar leytenantlara uyğun deyil. Bölüyün keçmiş starşinası. Leytenantı üzrə təhsil alıb qayıdıb gəlib. Quluzadə, bölüyün yeni leytenantı. Eşq olsun sizə. Deyirəm adamda bəxt yaxşı şeydir. Mən nağari mənim ağzarım. Bütün əsgərlərin hamısı fırladı da mən qalmışam. Mən bir məsləhət fikir dedim, mən də bu qospitalda yatım. Bircə həftə, çox demirəm. Bircə həftə o qospitalın izini mən də alım da nə olar ki? Mən sədiyimdən elə. Ki sən kəndini batırsan yolun içinə, atırsan. 39 qızdırma. Desən öl. Gözlüm. Mən bu axşam qospitaldayam, mən patladım. Bunun içinə zübilə. Getdim o dediyini elədim. 36-dan yuxarı qalxmır qızdırmam. 36-5, 36-6, 36-5, 36 Mən sədiyim də. Ki sən yarım stəkan su götürürsən, meli qatırsan içinə. İçirsən 39 yarım qızdırma səndədir. Dəqiqli bu dəfə. 100%. Onda qardaşım bu axşam fırlatdım sizə qospital. Yedim fırlattın. Ne fırlattın ha? Qoduq. Fırlattım ne de? Mən niyə danışmıram evə? Bütün kadr arxasında. Fırlattım ne de? Ben olan yerde gospital Mən ne de? eşidən yoxdur, Ha, eşidən. bir dayan bana ne işten Var işte. imiş, Ne başın kaçır? Ərazi çeləcək. Sen Bunun içinə zübilə qaqa. Yenə olmadı. Meyl olmadı dedi. 2 stəkan meylini su içmişəm. Sonra meyli bütüncə yemişəm. Xarta-xart yeyə su içmişəm qardaş. Qızdırma 36-dan yuxarı qalxmır qardaşım ki, qalxmır. Deyim də sənə. Gəlsən dəsmal su eləyirsən buz kimi. Qoyursan sinəvə, beливə. Pəncərəni də açırsan, skvaznik edir. Qalxır qızdırma. O mütləq olacaq o. 100%'dir. Demək ki, mənim sol qulağım yerindədir. Ha, yerində. Var burada qulaq var. Var. Bu axşam orada fırlatdım mən. Bugündən stav rejim yaranır. Əskər, maxey, gizir, heç kimi priznat eləmirəm. Bədən baxış keçirdəcəm. Haramza baxarsan ki. Abdullayev, sən dilin yaman uzun ba. Ay, mənə qulaq aç bir dəqiqə. Səndən keçmişini unudursan ha, yadından çıxıb. Abdullayev, mən çıxıram xaltur eləməyə. Komandirin xəbər olmasın. Abdullayev, mən kəlləmi qoyuram yatam. Sən canın komandir gələndə yola ver. Ay əməyim sənin burnundan gəlsin. Sən matışqasan, heç ki deyirsən ha. Sənin bir dəfə torvağını tikdiyim buradan çırdır elədim, getdin, ağıllanmadın. İkinci səfər yenə gəlib burada lotuluq eləyirsən. Ay, elə cəmdəhlənib gəlməyə üstümüzə. Ümumiyyətcə, ikinizdən də zəhləm gedir burada. Tezliklə göstərəcəm ki, Nemes kimdir? Nemək, sən yaxşı edirsən, amma düz eləmirsən. Bu. Komandir gəlməyimizə elə sevindim valla. Bilirəm dadaşlar da, sən mənim ən yaxın əsgərlərimdən biri Sağ olun, olmusan. Özün bilirsən. Sizə bir sual verim komandir. Buyur əsgər. Bu sizin bu olan bitan hər şeydən xəbəriniz var burada. Siz hardan xəbər tutdunuz belə? Dadaşlar da, vaxtıyla. Hə. Nemətov mənə hər şeyi satdırırdı. Hayf ki, Nemətovun torbasını tikdi. Bilirsən kim? Kim? Nemislə Abdullayev var, Hə. O şərəfsiz düyütlər, onlar. Ona görə işim yarımçıq qaldı da, neyiniyim. Amma gec deyil heç nə. Hər şey yenidən başlayır. Narahat olma. Gedər əziz əsgər. Yaxşı. Belə düzlən. Azad, Quluzadə, azad. Azad. Quluzadə, böyükdə kimsə problem var. Kimisə problem var əsgər? Onlar komandir bir söyləyim. Buyur. Mən nə sözümü bugün yaxşı hiss eləmirəm. Yox, söyləmirsən? Bunun qızdırması var. Davay, bu əsgəri bir həftə hospital. Göndərtin məni təzə hospitala. Yolda içən mənəm, bu meyli Nədir? yeyən mənəm. Milli hidrometeoroloji xəbərlərinin yaydığı məlumata görə Daşkəsən, Gədəbəy və Aran zonalarında Ay qadananı boş ver. Bax, o ağacın dibi zadı hamısı bıçaq qalıb. Artır eləyəcəmi? Artır eləyəcəmi? Əskər, Bəli canım. nə gəzsən başınadır? Mərmini axtarım, görüm harda doyurur. Görəmirəm. Bu radarın tuta bilmədiyi mərmini sən gözünlə gəzsən, bala. Məni niyə zibilə salırsan, hə? Allahdan istəyirəm bir dənə bir kasam ola çırpam təpənə. Özün girəsən,
Əziz dostlar, bildiyiniz kimi video yumor xarakteri daşıyır. Əsas odur, məğlub ölkənin əsgərləri kimi yox, qalib ölkənin əsgərləri kimi çəkirik bu videonu. Bütün qazilərə Allah şəfa versin, bütün şəhidlərə Allah rəhmət eləsin və şəhid ailələrinin qarşısında baş əyirik hamımız. Yaşasın Azərbaycan. Mənəm Türk.